Şam şəhərində eşitməyənlər üçün deyirəm. Xanım Fatimə Zəhra əleyhissalam adına belə bir gözəl, yaraşıqlı bir meçid var idi. Məscid-i Fatimətü Zəhra. İndi ora girən o saqqalı uzunlar, vahabilər gəldilər, çəkiblər, qoyublar da. Heç dünyadan utanmırlar da. Fatimə Zəhra əleyhissalamın adını pozdular və ora yazdılar İzzullah. Yəni Fatimə Zəhra əleyhissalamın adını görməyə onların halları yoxdur. Nəinki adının çəkilməsi, Fatimə adı gözlərinə bir, necə deyərlər, iynə olubdur, tikan olubdur. Bax, budur Əhl-i Beytin aşkar düşmənçiliyi. Odur ki, biz bu şeyləri deməliyik və bilməliyik ki, dinin qeyrətin, Əhl-i Beytin qeyrətini çəkmək Allahın bir haqqıdır. O cümlədən əleyhissalam buyurur, siz Allahın kitabını oxuyursunuz, lakin ona əməl etmirsiniz. Eşitdik və tabi olduq desəniz də ona qarşı çıxmırsınız. Yəni Qur'anın buyruqların Həzrət buyurur ki, eşitdik və tabi olduq deməklə deyil, gərək əməlində onu göstərəsən. Həzrət buyurur, siz Allahın əzabından qorxduğunuzu desəniz də mütəmadi olaraq sizi bu əzaba, cəhənnəmə yaxınlaşdıran işlər görürsünüz. Bu da həmçinin insan duasının qəbul olmamasında bir məsələdir. Həzrət buyurur, Allahın mükafatını arzuladığınız halda mütəmadi olaraq sizi bu mükafatdan uzaqlaşdıran işlər görürsünüz. Və Həzrət buyurur, Allahın nemətini yeyirsiniz və şükrünü yerinə yetirmirsiniz. Və həmçinin buyurur ki, sizə şeytanla düşman olmağınız tapşırılsa da və siz ona düşman olduğunuzu iddia etsəniz də, amma əməldə onunla dostluq edirsiniz. Və həmçinin buyurur, siz cəmaətin eyiblərini qabardırsınız, amma öz eyiblərinizi gizlədirsiniz. Odur ki, sizin dualarınız görsən qəbul olunmur.